İlk defa olaraq paytaxt Bakının Azadlıq meydanında Pakistan İslam Respublikası ordusunun parad heyətini görürük. Heyətə Mayor Saqib Alan başçılıq edir. Su-25 hücum teyyareleri Klin düzülüşünde Azerbaycan Respublikasının dövlət bayrağının renklerini paytaxt səmasında canlandırırlar. Hücum teyyareleri grubuna vətənə xidmətə görə ordenli polkovnik Ruslan Məhəmməd Rızayev başçılıq edir. Silahlanmaya yeni kabul edilmiş GF çok məqsədli qırıcı teyyareler beşliği de Klin düzülüşünde aviasiyanın nümayiş uçuşlarını devam ettirir. Grupa vətənə xidmətə görə ordenli polkovnik Novruz Tahirov başçılıq edir. Türkiye Hərbi Hava Qüvvələrini təmsil edən F-16 çok məqsədli qırıcı teyyareler beşliği Bakı səmasında. Qırıcı teyyareler beşliğine Albay Nevzat Oflamaz başçılıq edir. Türkiye ve Pakistan Respublikalarının dövlət bayraqlarını daşıyırlar. Vətən müharibəsi qəhrəmanları, Hərbi Hava Qüvvələrinin komandanı General-Leytenant Namiq İslamzadə ve Polkovnik Reşat Nadirov helikopterler üçlüğüne başçılıq edir. Qarabağ ordenli General-Mayor Zaur Rüstəmovun başçılıq etdiyi Mi-17 helikopteri Ümummilli lider Heydər Əliyevin portretini nümayiş etdirir. Silahlanmaya yeni kabul edilmiş GF çok məqsədli qırıcı teyyareler beşliği de Klin düzülüşünde aviasiyanın nümayiş uçuşlarını devam ettirir. Grupa vətənə xidmətə görə ordenli polkovnik Novruz Tahirov başçılıq edir. Türkiye Hərbi Hava Qüvvələrini təmsil edən